Verilişin baş sponsoru Kalsi D3 Nikamed. İdman həkimi, fizioterapevt Fərid Səlimovun sponsorluğu ilə Ay Həkim verilişinə baxırsınız. CBC Sport'a baxırsınız dostlar. Ay Həkim davam edir. Studiyada Doktor Toto Zeynalovadır və bugün biz beyin çürüməsindən danışırıq. Sosial şəbəkələrin, digital aləmin, internetin həyatımıza gətirdiyi bu termin və qonağımız nevroloq doktor Mərziyə Muxtarova studiyamızdadır və brain rot nədir? Bu haqda danışdıq verilişimizin birinci yarısında. İndi gəlin bu vəziyyətdən çıxış yolunu axtaraq. Gəlin ilk növbədə baxaq görək bu brain rot dediyimiz beyin çürüməsi hansı nə ilə nəticələnə bilər? Fəsadları nə ola bilər? Doktor, buyurun. Niyə biz bu haqda danışırıq bugün? Nə problem yarada bilər bizə bu brain rot? Brain rot, bayaq izah elədim birinci hissədə. Dopaminin sintezini pozur. Beynin yuxu proseslərini pozur, yuxuya getməni, davam etməni pozur. Yaddaş mexanizmlərini pozur, depressiya verir, qərarsızlıq sindromları verir, hiperaktivlik sindromu verir. Ondan sonra bu insanlarda ətraf mühitlə kontakta girmək, həyata olan motivasiya hissinin ölməsini yaradır, yaradıcılıq qabiliyyətini endirir. Bundan qurtulmaq üçün insanlar nə etməlidir? Mümkün qədər sosial şəbəkədən az istifadə etməlidir. Əgər asılılıqları varsa, özlərindən müəyyən gün seçməlidirlər. Tutaq ki, bu asılılıq işdən sonradırsa, həmin vaxtı telefondan uzaqlaşıb beynin meditasiyasını eləməlidirlər ən azından. Beynin meditasiyası nədir? Məsəl üçün, qaranlıq bir otaqda uzanıb, deyim ki, sakit bir otaqda, heç kimin olmadığı bir otaqda, özlərini məsəl üçün dənizin qırağında da bir xəyal qurub, orada özünü təsvir eləmək və yaxud da meşədə, çayın qırağında, gözəl bir təbiətin qoynunda özünü bir təsvir eləmək, nələr haqqınsa qurmaq, yaratmaq, mən nə edə bilərəm. İnsan el istəyirdi ki, hər kəs nəyin doğru olduğunu və nəyin onun üçün gözəl olduğunu o bilir. Və o insan onu istərsə, onu ortaya çıxardıb öz yaradıcılığını göstərə bilər. Və məsələn, idmana meyl eləsinlər, ən çox idmanla məşğul olsunlar. Bu da beyində o dopamin asıllığını aradan qaldırır, sosial şəbəkə asıllığını aradan qaldırır. Gələcəkdə nə fəsadlar baş verir? Dopamin bizim hərəkətimiz sağlayan, yeriməmizi təmin edən əsas mediatorlardan biridir. Məsələn, Parkinsonizm, yeriş qabiliyyətinin pozulması, üzdə donuqluq, bu cür fəsadlar verə bilir gələcəkdə. Ciddi yaddaş problemləri verə bilir, demans verə bilir. Yəni, bu fəsadlar. Bunları həyəcan təşviş pozuntusu, panik atak. Həyəcan təşviş pozuntusu, çox ciddi depressiya. Deməli ki, bugün 80-70% insan depressiyadadır. Özləri də bunun səbəbini bilmirlər. Baxırsan ki, hər şey. Sonra insanlar qərar verə bilmirlər. Bu günləri bilirsiniz, bax, qərar versə də sanki dalınca gedə bilmir, onu başa çıxara bilmir. Evlilik həyatı niyə dağılır? Evlilik həyatı. Bilirsiniz niyə dağılır? Ona görə ki, o insanların özlərinin öz sərbəst fikirləri yoxdur. O sərbəst fikirlərin yaranmamağının əsas səbəblərindən də biri elə sosial şəbəkədir. Onların öz fikirləri yoxdur, evlənirlər bir arada, özlərinin qərarı yoxdur, ailə içində qərar verə bilmirlər, bölüşə bilmirlər. Nəticədə gəlir, nəticə etibarilə və bu cür ailə münaqişələrinə gətirib çıxardır və qərarsızlıqdan, qərar verə bilməməkdən. Bugünkü günümüzdə əsas işin kökündə duran səbəblərdən biri budur. Bugün biz evlilik ayrılıqları çox görürük də, boşanmalar çoxdur. Bəli, çoxdur artıq. Onun əsasında duran qadın depressiyalar, kişi depressiyalar həddindən çox müraciət eləyirlər. Əsasında artıq bir-birlərini həzm edə bilmirlər. Bəli, əksər soruşursan, ailəm dağılıb, ailəmdə bir problem var. Amma baxırsan ki, bu insanlar yeni dövrün insanlardır. Bunlar evlilikdə qərar verib evləniblər, ortada övladları var. Amma bugün onlar sadə bir münaqişənin üstündə ailəni dağıdıblar. Çünki
hər ikisinin fikri burdadır, telefondadır və bir-birini tanımağa, bir-birinə vaxt tanımayıblar. Əsasında bəli, o durur. Dinləmə bacarığımız yoxdur, söhbət edə bilmirik. Ailədə əvvəllər hamı süfrə başına yığılardı, göz təması var idi, bəli, kontakt, söhbət edirdik. İndi yemək yeyəndə də hamımız telefondayıq, hardasa görüşəndə də hamı telefondadır. Bəladır bu, çox ciddi siqnaldır. Bunun Mən tövsiyə edirəm ki, misal üçün belə bir şey edə bilərik ki, dostlarınızla görüşəndə danışın ki, biz 1 saat telefona baxmayacağıq bu görüş ərzində. Və belə bir maraqlı təkliflər də var ki, hətta bir professor var Türkiyədə, adını unutdum. Onun belə bir kitabı da var, ya məqalə idi, yavaşla. Deyir, yəni bir yavaşla, o siz dediyiniz kimi meditasiya, bir dur. Və onlar tövsiyə edirlər ki, həftədə bir gün heç nə etməmək günü et. Telefondan ümumiyyətlə istifadə edin. Bir detoks, necə bədəni deyirik, detoks eləyin. Nə bilim, bir gün ancaq su için, ancaq meyvə tərəvəz yeyin, ət yeməyin və s. Misal üçün deyirəm də, toksinləri bədəndən atın. Eləcə də yəqin ki, beynimizdən də bu toksinləri atmalıyıq. Elə deyilmi? Çünki biz iltihabdan danışırıq ki, xroniki iltihab. Bu neyroiltihab da bunun içində gedir. Bəli. Çünki bu tamam doğru. Aha. Və biz yəqin ki, o həftədə bir günü heç nə etməmək, ancaq deyək ki, ailə üzvlərimizdən təcili gələn zənglər üçün telefonumuzu açıq qoymaq, ümumiyyətlə interneti bağlamaq. Yəni ən azından bunu edə bilsək, heç olmasa həftədə bir dəfə məncə fərqi görsək, bunu davamlı edəcəyik. Necə düşünürsünüz siz bu haqqda? Bilirsiniz, mən çünki nə müşahidə eləmişəm. Bunu bilirsiniz, bunun məsuliyyətini insanlar özlərində hiss eləməlidirlər. Hər kəs bunu özü etməlidir. Bilirsiniz, bu o qədər belə kollektiv yayılmış bir problemdir ki, biz məsələn işimiz onları maarifləndirmək və xəbərdarlıq etməkdir də. Siz hiss eləmədən bəlaya doğru gedirsiniz. Amma hər bir insan, ağıllı bir insan bizim verilişimizi dinləsə, o artıq görəcək ki, bu insanlar bu barədə məlumatsızdır. Mən baxdım, yəni çox da məlumatlar yoxdur bu barədə. Və kütləvi olduğu üçün düşünürük ki, hamıda var. Hamıda var. Bəli, bu kütləviliyin kollektiv tənəzzüldür. Dedim bayaqlar. Bu kütləviliyin qarşısını almaq çox çətindir. Amma insanlar özləri bunu, necə ki o siqareti təhlükə olduğunu bilənlər bilir, siqareti həyatından atır. Elə adam da var ki, atmır. Amma davamlı siqaret kullanır. Nəyə gətirib çıxardı? Ürək infarktına, beyin infarktına, ağciyər xərçənginə, mədə, hər şeyə. Yəni siqaretin verdiyi fəsadlar daha çoxdur. Eləcə də bu brain rotun verdiyi fəsadlar. Eləcə də insan bunu özü-özlüyündə, insan meditasiya nədir? Özü-özünü tərbiyə etmək. İnsan özü-özünü tərbiyə etməlidir. Qıraqdakı onu tərbiyə etməməlidir də. Öz həyatını, özü-özünü tərbiyə edib, beynini tərbiyə etməlidir və o tərbiyə nəticəsində də brain rotdan uzaqlaşmalıdır. Və bu insanlar çox səbirsiz olurlar və heç nə yox, elə brain rotlu insanların sayını bilmək üçün işıqforda dayanıb, yaşıl yanandan 2 saniyə sonra tərpənməyiniz kifayətdir ki, o 2 saniyə ərzində nə qədər maşının arxadan sizə siqnal verəcəyini görəcəksiniz ki, bu da dopamin qıtlığıdır. Bəli, bu səbirsizlikdir. Sürətli izləmək. Bir də fikirlərin olmamağı. Mən bayaq dedim, başqa fikirlər, məsələn, TikTokda başqa fikirlərin üzərindən hər hansı bir oyunlar göstərilir. Deyək ki, 70-ci illərin filmi orada göstərilir. Onun səsi ilə cavan bir adam onu parodiya eləyir. Eyni dəfələrlə. Və müasir beyin ancaq kiminsə, ta ki Nəsibə Zeynalovun davamlı bir gəlin mənim süpürgəmdir. Məsəl üçün, harada dedim, orada durmalıdır. Baxın, bu fikir o vaxtdan indiyə kimi qalıb da. Bu təzə bir fikir varmı? Yox. Yoxdur. Bu beynin yaradıcılıq qabiliyyəti düşüb də. Amma o vaxt ki Nəsibə Zeynalova bunu yaratdı, buraxdı. Elə o dövrdə də qalıb. Müasir dövrdə nə var? Heç nə yoxdur. Ancaq köhnələri nəsə istifadə edirik. O da müəyyən bir nəsildir. Çünki yeni nəsil ümumiyyətlə heç o filmlərdən xəbərsizdir və nəsə bir stat gətirəndə də yaradıcı beynidir də, yaradırdı. Baxın, sürətli musiqilər, indi biz musiqilərə qulaq asırıq. Zövqsüz musiqilər, bu da brain rotdur. Gənclər hamısı sürətli musiqi dinləyir. Niyə? Çünki davamlı sosial şəbəkədə sürətli informasiya əldə edib. Sürətli musiqidə o zövq alır, sürətli musiqidə onun dopamini artır.
artır. Ona görə bu sürətlilik gətirib çıxardır brain rota. Və trendə girən məsələləri də görsək, hansı məsələlər düşür trendə, daha çox baxış sayı toplayır ki, hamı bunun dalıcan qaçır. Bu lazımsız əslində informasiyalar şişir, olur nə boyda və gündəmlə bərabər həyatımızda zəbt edir. Baxın, gündəmlə bərabər bir mövzu. Tutam ki, kiminsə bir həyatı davamlı TikTokda davamlı göstərilir. Kollektiv insanlar o mənasız bir həyatı müzakirə eləyirlər. Tutaq ki də, kiminsə bir mənasız həyatını müzakirə, məsələn, filan kəsin nə bilim ailəsində bu problem olub, hansısa bir məşhurun. Yəni o tənəzzüldür də, beynin tənəzzülüdür də, geriyə inkişafdır da o. Kiminsə hansısa bir müğənninin şəxsi həyatı insanlara maraqlı gəlir. Və ya plastik əməliyyatı. Və ya bu nəyə lazımdır ki? Yəni bu beynin çürüməsidir də. Davamlı bunu izləyirlər və kollektivdə görsən ki, insanlar bunu müzakirə eləyirlər. Və çox bayağı mövzular baxış sayı çox yığır, artır və başa düşürsən ki, bu insana mən inandırım ki, mən indi istifadə edirəm professional karyerimlə bağlı, həm Instagram, həm TikTok istifadə edirəm və mən TikTok şəbəkəsində mənə mesaj göndərə bilmirlər. Bağladım o funksiyanı. Çünki mən ora gələn kommentləri oxuyanda, mən onları oxuyanda utanıram da, silirəm ki, hələ biz tibbi mövzularda danışırıq. Oradan da nəsə tapırlar nəsə yozmaq üçün, nəsə məzə mövzusu etmək üçün. İndi düşünün, orada əgər bizim direktimiz açıq olsa, ora gələn mesajlar və yaxud elə bir şeylər yəni yazırlar ki, elementar, professional deyək ki, nəsə soruşur da, amma elə bir şey yazır ki, istərsiniz deyirsən ki, bu insan bu mesajı yazanda, bunu istəyəndə nə fikirləşib bunu istəyib? Düşünmə qabiliyyətini endirir. Brain rotdur da. İnsanların düşünmə qabiliyyəti enir, konsentrasiya qabiliyyəti enir. Deyir, mən konsentrə ola bilmirəm, fikirlərimi toplaya bilmirəm. Səhər durub işə gedirəm yorğun, axşam gəlirəm əzgin. Niyə beləyəm, ay doktor? Analizlərimi vermişəm, hər şeyim fulldur, əladır. Mən nə üçün beləyəm? Heç nədən zövq almıram. Baxırsan ki, adam brain rotdur. Oturur davamlı. Mən həyatım elə bundan 2 dənə telefon istifadə edirəm. Yəni bir dənə kompüter istifadə edirəm. Həyatım elə budur da. Mən həyatımı necə buradan çıxım ki? Deyirsən artıq sən brain rotsan da. Onları həyatından çıxartmalısan, öz həyatını dəyişdirməlisən, özün öz şəxsi həyatını tərbiyə eləməlisən, özünə qrafik qurmalısan ki, sən nə etməlisən? Mən nə etməliyəm? Bu saatda işdə oldum, bu saatda idmanda olmalıyam, bu saatda gəzməliyəm, bu saatda yeməliyəm. Yəni insan özü öz həyatını normal şəkildə sağlam həyat tərzini özü tərbiyə etməlidir vaxtında. Bəs doktor, məsəl üçün biz indi biraz yaşlı nəsildə görürük ki, eyni anda adam tanıyıram ki, eyni anda 12 seriala baxır. Yəni bu serialda reklam olanda çevirir onu, onun arasında kimsə arası söhbət edir, çevirir bura. Yəni bu da əslində brain rot əlamətidir. Bəli, brain rotdur. Axıra kimi izləyə bilmir də, sürətli. Yəni qazlıq da çıxır altından yeni məsələlər ki, eyni anda və baxırsan ki, mən bilmirəm necə qarışdırmırlar o qədər seriala eyni vaxtda baxmağı. O heç biri də onun yadında qalmır. Mümkün deyil. Mümkün deyil ki, onun yadında hansısa bir seriallar. Buradan nəsə bir hissəsi qala bilər də onun yadında. Biz olmasın, bu olmasın filmi də. Yadımızdan heç vaxt çıxmır da. Qalır yadımıza. Axıra kimi izləmişik. Yaradıcı bir filmdir də. Yaradıblar. Düşündürən idi. Hər hissəsi yadımızdadır. Çünki o vaxtın insanları yaradıcı idi. Onu yaratdılar, qoydular bizə. Amma indiki insanlarda, demirəm, indiki insanlar da nəyisə yarada bilirlər, amma o cür yarada bilmirlər. O vaxtı sosial şəbəkə yox idi axı. Baxsız, insanlar indi də həmən o keçmişin yaratdığı yaradıcılıqlardan zövq alırlar. Hər şey onun əsasında qurulur da. Və yaxud indiki gənclər nə deyir? Deyəndə ki, falan kitabı oxumusan, deyir, mən 3 gün o kitabı oxuyana kimi o kitabın əsasında 1 saatlıq və ya yarım saatlıq bir film var. Mən o filmi izləyərəm. Mən o qədər vaxtımı sərf eləməliyəm o kitab oxumağa. Amma kitabı da kağızdan oxumaq lazımdır. Çünki oxuduğumuz, mən belə bir çalışma oxudum ki, hətta stressiniz varsa, stresli anda gedin, açın hansısa bir kitabı oxuyun. 6-cı dəqiqədən stress səviyyəniz 60% aşağı düşür. Və kitab oxuyanda istərsiniz orada oxuduqlarımızı təsəvvür eləyirik, beynimiz işləyir.
Yəqin ki, Söz bunları da etmək bazamız artır, lazımdır. cümlə qurmaq bazamız Aha. artır, ünsiyyət bazamız da. Kitab nədir? Sən kitabla danışırsan. Kitab sizin dostunuzdur. Siz kitab dostunuzu qırağa qoyub keçmisiniz telefonla dostluğa da, telefon sosial şəbəkə dostluğuna və qısa-qısa məlumat, qısa-qısa informasiya, ən əziz dostunuzu qırağa qoyub ən pis insanla belə deyək, dostluq eləyirsiniz. Düşməninizlə dostluq eləyirsiniz. Davamlı xırda-xırda informasiyalar. Və bir də vaxt çox uçur sosial şəbəkədə. Baxırsan ki, başın qarışır o videoları, bir də baxırsan ki, hamımız yaşamışıq bunu etiraf eləyə, məndə də olub. Bir də baxmışam ki, saat yarım vaxt keçib. Mən nə eləmişəm? Heç nə. Elə deyim ki, bir nəsə faydalı bir şey öyrəndim. Yox da elə getdikcə də gedir. Sanki belə o siz dediyiniz o narkotik kimi elə bir adamı sömürür, aparır ora. Cəlb eləyir özünə. Bu insanlarda yemək davranışı da pozulur. Digər davranışlarla bağlı yemək davranış pozuntuları da biz görürük, doktor. Davamlı yemək yemək, kilo alma, ümumiyyətlə zövq alma hissində dopamin ki artır. O da bir patoloji bir vəziyyətdir də. Məsəl üçün depressiya, onun altında depressiv xəstələrin əksəriyyəti yeməyə meyilli olurlar. Və yaxud heç yemirlər, o artıq ağır və depressiv vəziyyətdən söhbət gedir. Amma əksər hallarda mən əsəbləşəndə çox yeyirəm və yeyəndə doymuram. Dopamin çatışmamazlığıdır bu. Onu insanlar hiss eləmirlər ki, bunlarda dopamindir. Yedikcə zövq alır, davamlı yer və bu bunun çəkisini artırır, çəki problemləri yaradır. Və hətta mən bir neçə dəfə olub bunu test etmişəm pasientlərdən. Deyirəm ki, telefondan daha az istifadə edin. Nə vaxt onu deyən insanlar telefonla yatıb, telefonla dururlar. Və biz nail olanda ona ki, telefonu azaldırıq və yaxud hansısa günlər sosial media detoksu edirik, ümumiyyətlə telefondan istifadə etmirik. Xəstələr etiraf edir ki, doktor, mən telefondan istifadə Instagrama, TikToka girmədiyim günlər daha az yemək istəyirəm. Bədənim daha az yemək tələb edir. Yəni o da brain rotdur da. Yəni artıq bunu əslində fərqində olmalıyıq. Bunu fərqində olsaq, yəqin ki, azalda bilərik də. Ən azından hər gün biraz azalsın. 1-2 saat ümumiyyətlə telefonsuz qalsaq, nəticəni görəcəyik. Bilirsiniz, statistikada insanlar 7 saat 7 saata qədər telefonda qalırlar. Yəni bu dünya sahəsində neçə milyon insan üzərində 7 saata qədər telefonda. 24 saatın 7 saatı insanlar telefonda ən az istifadə edənlər. Ən az istifadə edənlər. İnternet araşdırmaçıları belə bir statistika çıxartmışdılar. 7 saat yarım telefon. 7 saat yarım telefon. 24 saatın 7 saat yarım telefonda. Deməli minimumu 7-dirsə, hardasa 10-12-dir. O sutkanın 1/3 deməkdir. Baxın. 8 saatını da yatsaq, nə qaldı? 4 saat vaxtımız qaldı. O da ki, yemək, içmək və digər təbii ehtiyaclarımızı ödəmək, çimmək və s. Təəssüf, mən ümid edirəm ki, bu verilişi izləyənlər sonra YouTube-da dostlarına da bu verilişi izləməyi tövsiyə edəcəklər və etsinlər. Əgər bugün dediklərimizdən nəsə özünüzə bir nəticə çıxartdınızsa, hansısa gətirdiyimiz nümunədə özünüzü tanıdınızsa və yaxud ətrafınızda kiminsə belə bir problemi olduğunu düşünürsünüzsə, mütləq bu haqda onlara xəbərdarlıq edin ki, vaxtında bu fəsadların yaranmaması üçün hansısa tədbirlər görsünlər. Təşəkkür edirəm sizə, doktor. Çox sağ olun. Maraqlı, ətraflı məlumat üçün nəzərinizə çatdırım ki, Ay Həkimin bugünkü qonağı nevroloq doktor Mərziyə Muxtarova idi və biz brain rot, beyin çürüməsindən danışdıq ki, bugün müasirliyin sosial mediaların həyatımıza gətirdiyi və 2024-cü ilin 2024-ün termini, belə deyək də, elə deyilmi? Termini olan brain rot haqqında danışdıq. Və məncə bu haqda danışan ilk verilişi Azərbaycan teleməkanında. Olsun, o hamı danışsın bu haqda. Nə qədər çox məlumat versə, bir o qədər çox insan məlumatlı olacaq. Mən mütləq öz sosial mediadakı səhifəmdə də bu haqda paylaşım edəcəm ki, insanlar bu videonu izləsinlər. Son olaraq təşəkkürüm verilişimizin baş sponsoru Ştada şirkətinədir. Siz gün ərzində 3 fincandan artıq kofe içirsinizsə, hamiləsinizsə, laktasiya dövründəsinizsə, siqaret çəkib spirtli içkilərdən istifadə edirsinizsə, vegansızsa, o zaman kalsium ehtiyacınız arta bilər. Buna görə də kalsium döyüş nikamet, portağal və limon dadlı çeynəmə tabletlərini təyinata uyğun olaraq istifadə edə bilərsiniz. Çünki kalsium döyüş nikamet bütün həkimlərin güvəndiyi preparatdır.
bir çox həkimlərin, bütün deməyim, hamının yerinə danışdı deməsinlər. Amma doğrudan da 25 ildən artıq mövcuddur və sınanmış bir preparatdır. Hətta hamilələr və 3 yaşdan yuxarı uşaqlar da istifadə edə bilər. Təşəkkürlər baş sponsorumuz Quşdada şirkətinə. Digər sponsorumuz Böyük Britaniya təhsili idman həkimi Fərid Səlimovdur. Fərid Səlimov müasir fizioterapevtik yanaşma ilə sizə müalicə təklif edir. Belə ki, diz, onurğa, çiyin və əzələ ağrılarının artıq daha tez və müasir idman yanaşması ilə müalicəvi idmanla müalicə oluna bilərsiniz. 055 318 83 94 nömrəsinə zəng etməyiniz kifayətdir. Bugünlük bu qədər. Özünüzə yaxşı baxın. Beyninizi çürüməyə qoymayın. Verilişin baş sponsoru Kalsi D3 Nikamed.